Invest Akademiyadan hər kəsə salam. Mən Mikail. Bugün sizlərə USDT-nin nə olduğunu, tarixini, necə işlədiyini və gələcəyini araşdıracağıq. 175 milyard dollar. Bu, Lüksemburqun UDM-indən, Starbucks və ya General Motors'un bütün kapitallaşmasından daha çoxdur. Məhz belə bir məbləğ bugün mərkəzi bank lisenziyası olmayan, baş ofisi dünyanın maliyyə paytaxtında yerləşməyən və ənənəvi korporativ reyestrlərdə tapılması mümkün olmayan bir özəl şirkətin əlindədir. Bu şirkət Tether adlanır və o dollar çap edir. Daha doğrusu onun rəqəmsal oxşarı. Hər gün dünyanın dörd bir yanından milyonlarla insan USDT tokenindən adi pul kimi istifadə edir. Alır, satır, əmanətlərini saxlayır, xaricə vəsait köçürür. 2020-ci ildən bəri USDT-nin həcmi 40 dəfə artaraq 4 milyard dollardan 175 milyard dollara çatıb. Bu, Facebook'un böyüməsindən də, Tesla'nın böyüməsindən də sürətlidir. Və bütün bu müddət ərzində Tether ətrafında qalmaqallar səngiməyib. Şirkət dəfələrlə öz ehtiyatları barəsində yalan danışmaqda ittiham edilib, 10 milyonlarla dollar cərimələr alıb və bütün kripto iqtisadiyyatda saatlı bomba adlandırıb. Prokurorlar araşdırıb, jurnalistlər ifşa edib, rəqiblər iflasını proqnozlaşdırıb, amma şirkət nəinki sağ qalıb, həm də böyüyüb. Hətta Argentinanın paytaxtı Buenos Aires'dəki taksi sürücüləri maaşlarını Tether'də saxlayır. Logos'dakı proqramçılar ödənişlərini USDT ilə alır. Türk sahibkarlar isə Çindəki tərəfdaşlarına pulu Swift'dən daha sürətli və sərfəli şəkildə Tether vasitəsilə köçürürlər. Və budur, 2025-ci ilin yayında inanılmaz bir hadisə baş verir. Prezident Donald Trump stablecoinlər haqqında Genius Act adlı qanun imzalayır. Dünənə qədər maliyyə sabitliyində təhdid adlandırılan şirkət birdən-birə rəsmi sistemin bir hissəsinə çevrilir. Bəs bu əslində nədir? Sadəcə hələ üstü açılmamış 21-ci əsrin ən böyük fırıldağı, yoxsa həqiqətən qlobal olmağı bacaran dolların dünya iqtisadiyyatının yeni təməli? Bugün biz Tether'in bütün hekayəsini araşdıracağıq. Bu rəqəmsal dolların necə qurulduğunu, ehtiyatlarının harda olduğunu və özlüyündə hansı riskləri gizlədiyini öyrənəcəyik. Həmçinin Trump'ın stablecoinlərin legallaşdırılması haqqında qanunu niyə imzaladığını və ən əsası, əgər bütün dünyada birdən-birə öz USDT-lərini real dollara dəyişmək qərarına gəlsə, nə baş verəcəyini müzakirə edəcəyik. Mövzumuza keçməkdən öncə sizə bu videonun sponsorunu təqdim etmək istərdim. Taksi 9111 sərfəli qiymətə yüksək xidmət. Mobil tətbiqdə Invest promokodunu istifadə edin və balansınıza 10 AZN əldə edin. Əgər siz də bizim buraxılışımızın sponsoru olmaq istəyirsinizsə, bizimlə e-mail vasitəsilə əlaqə saxlayın və ya Instagramda yazın. Stablecoin nədir? Təsəvvür edin, pul dəyişmə məntəqəsinə, yəni exchange-ə gəlirsiniz, 1 dollar verirsiniz və rəqəmsal bir qərz alırsınız. Bir USDT tokeni 1 dollara bərabərdir. Stablecoin budur, real aktivə bağlanmış kriptovalyuta. Tether vasitəsilə ABŞ dollarına nə Bitcoin kimi kəskin sıçrayışlar, nə də bir gecədə 30% enişlər olmur. Bir token bərabərdir 1 dollar. Amma bir paradoks var. Bu sabitliyin həqiqətən işləməsi üçün kimsə hər tokenin arxasında real 1 dolların dayandığına zəmanət verməlidir və bu kimsə Tether adlı özəl bir şirkətdir. Tether'in niyə stablecoin bazarında əsas oyunçuya çevrildiyini anlamaq üçün geriyə qayıtmaq lazımdır. İl 2014. Kripto bazar hələ gənc və xaotikdir. Bitcoin gün ərzində 10%-lərlə dəyişir. Traderlə dollar kimi sabit, lakin kriptovalyuta kimi sürətli bir alət lazımdır. Bu zaman səhnəyə 3 nəfər çıxır. Brock Pierce, Reeve Collins və Craig Sellers. Brock Pierce bu hekayənin ən parlaq və ziddiyyətli figurudur. 1990-cı illərdə Disney'in uşaq ulduzu olub 17 yaşında aktyorluq karyerasını tərk edib və bizneslə məşğul olmağa başlayıb. O, ildə $250.000 maaş alaraq Digital Entertainment Network internet startupının vitse-prezidenti olub. Şirkət $88 milyon sərmayə cəlb edib. Lakin 1999-cu ildə tərəfdaşlarından biri ilə bağlı korporativ qalmaqallara görə layihə qəfil dayandırılıb.
Pierce şirkəti tərk edib və bir neçə il ictimaiyyətdən uzaqlaşdırılıb. 2018-ci ildə komediya ustası John Oliver öz şousunda Pierce-i ələ salıb və onun bir iş adamı kimi etibarlılığını şübhə altına alıb. Ziddiyyətlərə baxmayaraq Pierce kripto sənayedə nüfuzlu bir fiqur olaraq qalıb. O, Bitcoin Foundation-ın ən təsisçilərindən biri olub, 2020-ci ildə ABŞ prezidentliyinə namizədliyini irəli sürüb və bizim hekayəmiz üçün vacib olan tezeri başladı. Digər həmtəsisçiləri Reeve Collins və Craig Sellers idi. Beləliklə üçlük Real Coin layihəsini işə saldı. İdeya sadə idi, həmişə dəyəri $1 olan bir token yaratmaq. İlk tokenlər Bitcoin blokçeynində Omni protokolu vasitəsilə buraxılıb. Bu yavaş və narahat idi, amma işləyirdi. Real Coin adı uğursuz səslənirdi. Yaradıcılar isə layihəni növbəti kriptovalyuta kimi deyil, dolların blokçeynə daşıyan bir xidmət kimi təqdim etmək istəyirdilər. Buna görə də 2014-cü ilin noyabrında layihənin adı Tether, ingiliscədən bağlamaq olaraq dəyişdirildi. Ad mahiyyəti vurğulandı. Token real dollara bağlıdır. Şirkət Britaniya Virgin adalarında qeydiyyatdan keçdi. Bəs niyə offshore? Sadədir. Maksimum fəaliyyət azadlığı və minimum tənzimləmə. Tether əvvəlcədən Bitfinex kripto birjası ilə sıx bağlı idi. Üstəlik bu şirkətin sahibləri eyni şəxslərdir. Bu əlaqə uzun müddət ictimaiyyətə açıqlanmasa da, bu sahədə hər kəs bilirdi ki, Bitfinex və Tether əslində bir strukturdur. Məhz Bitfinex 2015-ci ilin yanvarında USDT ilə ticarət etmək mümkün olan ilk böyük platforma oldu. Nə ofislər, nə baş qərargah, yalnız dünyada səpələnmiş bir komanda və saniyələr ərzində minimal komissiya ilə köçürülən bir token. İlk illərdə USDT traderlər üçün kiçik bir alət idi. Bitcoin bahalaşanda trader onu USDT-yə satıb mənfəəti reallaşdırırdı. Düşüş gözlənildikdə stablecoin-ə keçirib sakitcə gözləyirdi. Lakin zamanla Tether ətrafında suallar və inamsızlıq artmağa başladı. Offshore qeydiyyatı, şəffaflığın olmaması, audit ehtiyatlarının mövcudluğuna dair heç bir sübutun olmaması və hamını narahat edən əsas sual. Bəs pullar əslində hardadır? Həqiqətənmi hər tokenin arxasında real $1 dayanır? Böhranlar və ifşalar. Noyabr 2017. Hakerlər Tether cüzdanlarını sındıraraq $31 milyon token oğurlayırlar. Şirkət oğurlanmış aktivləri təcili olaraq dondurmağa məcbur olur. Yanvar 2018. Şirkət gözlənilmədən auditor Freedemont LLP ilə əməkdaşlığı dayandırdığını elan edir və audit heç vaxt tamamlanmır. Bazar gərginləşməyə başlayır. Oktyabr 2018. Tether tarixində ən qorxulu birjalarda çaxnaşma başlayır. USDT-nin məzənnəsi bir gündə 15% azalaraq 85 sentə düşüb. Şayələr yayılır. Tether'in heç bir vəsaiti yoxdur və bu bir maliyyə piramidasıdır. Tezliklə məlum olur ki, Tether maliyyə boşluğunun bağlamaq üçün öz ehtiyatlarından ona bağlı olan Bitfinex birjasına $625 milyon borc verib. Token sahibləri bilmirdilər ki, onların dollarları əslində Bitfinex üçün təminatsız bir kredisə çevrildi. Bazarı sakitləşdirmək üçün şirkət Deltek Bank Trust Baham Adaları Bankından bir məktub dərc edir və iddia edir ki, Tether'in hesablarında $1.8 milyard var, məzənnə dollara yenidən qayıdıb. Bir neçə ay sonra New York ştatının baş prokuroru rəsmi araşdırmaya başlayır. Bu dəfə iddialar ciddi idi. $850 milyon zərərinin gizlədilməsi və real ehtiyatları haqqında yalan. Daha sonra şirkət etiraf etməyə məcbur oldu ki, USDT tokenlərinin yalnız 74% nağd pulla təmin olunub. Qalan 26% isə kreditlər, kommersiya qiymətli kağızları və digər aktivlərdir. Qammadal yenidən alovlanır. Lakin kripto bazara sabit bir alət lazım idi və Tether bu miqyasda onu təmin edə bilən yeganə oyuncu olaraq qalırdı. Nəticədə 2021-ci ildə Tether və Bitfinex $18.5 milyon cərimə ödədilər və ehtiyatları haqqında rublik hesabatlar dərc etməyi öhdələrinə götürdülər. Tezliklə yeni bir zərbə gəldi. ABŞ MTF Futures Ticarət Komissiyası CFTC Tether'i daha $41 milyon cərimələdi. Səbəbi 2016-cı ildən 2018-ci ilə qədər USDT tokeni yalnız 27.6% tam olaraq dollarla təmin edilmişdi. Bu bir hökm kimi görünürdü. Lakin iflasın əvəzinə Tether dəyişməyə başladı.
Ehtiyatlardan riskli kommersiya qiymətli kağızlarına çıxartdı, aktivlərin böyük hissəsini ABŞ-ın xəzinə istiqrazlarına, yəni ən etibarlı aktivlərdən birinə keçirdi. Auditorlar tərəfindən təsdiqlənmiş hesabatlar dərc etməyə başladı. Əsl sınaq 2022-ci ilin mayında Algorithmic Stablecoin Terra USD, yəni UST çökdüyü zaman baş verdi. Bir həftə ərzində bazardan 18 milyard dollar silindi və çaxtaşma bütün kripto dünyasını bürüdü. İnvestorlar kütləvi şəkildə stablecoinlərdən qaçmağa başladılar. USDT-nin məzənnəsi müvəqqəti olaraq 97 sentə düşdü və token sahibləri real dollar tələb etməyə başladılar. Məhz o zaman Tether kriptovalyuta tarixində ən böyük stressdən keçdi. 2 həftə ərzində şirkət 16 milyard dollarlıq tokeni geri aldı və hamısını gecikmədən və işi dayandırmadan ödədi. Məzənnə yenidən dollara sabitləndi. Bu dönüş nöqtəsi oldu. Beləliklə Tether sübut etdi ki, kütləvi likvidlik axınına tab gətirə və ayaqda qala bilər. Əlbəttə tənqid yox olmadı, amma dəyişdi. Əgər əvvəllər onların pulu yoxdur deyilirdisə, indi pulları var, amma sistem hələ də qeyri-şəffaf və risklidir deməyə başladı. Buna baxmayaraq Tether açıq hesabatlar dərc etməyə başladı. 2023-cü ilin sonuna qədər şirkət 6 milyard dollar xalis mənfəət, 5.5 milyard dollar kapital və ehtiyatlarının 83%-ni ABŞ xəzinə istiqrazlarından ibarət olduğunu bildirdi. 5 il əvvəl yalançılıqla ittiham olunan şirkət bəzi ölkələrdən daha çox ABŞ dövlət borcunun ən böyük sahiblərindən birinə çevrildi. Tether'in biznes modeli milyardlar necə qazanır? Əgər siz də investisiya etmək istəyirsinizsə, lakin nədən başlamaq lazım olduğunu bilmirsinizsə, biz sizə köməklik edə bilərik. Videonun təsvirindəki linkə keçid edin və orada qısa formanı doldurun. Sizin tələblərinizə əsasən bizim komandamızın müvafiq üzvü sizinlə əlaqə saxlayacaq və investisiya aləmində ilkin addımları atmağa köməklik edəcək sizə. Tether'in mexanikası ilk baxışda sadədir. Siz şirkətə 1000 dollar gətirirsiniz və o 1000 USDT tokeni buraxır və sizin pullarınızın ehtiyat rezervlərə gedir. Tokenlər isə dövliyyəyə USDT-ni dollara geri dəyişmək istədikdə isə proses əksinə baş verir. Bəs şirkət bu pulları ehtiyatda saxladığı müddətdə nə edir? Cavab sadədir, investisiya edir. Bugün ehtiyatların böyük əksəriyyəti ABŞ xəzinə istiqrazlarında saxlanılır. Biraz hissəsi nağd pul, qızıl, bitcoin təminatlı kreditlərdir. Belə bir paradoks yaranır. Siz dolları USDT-də saxlayırsınız. Əslində isə Tether sizin pullarınıza ABŞ hökumətinizə borc vermək üçün istifadə edir və bu böyük gəlir gətirir. ABŞ-da faiz dərəcələri 5%-ə yüksəldikdə istiqrazların gəlirliliyi kəskin şəkildə artdı. Təkcə 2025-ci ilin birinci yarısında Tether 6 milyard dollara yaxın xalis mənfəət əldə etdi. Səbəb sadədir. Şirkətin ənənəvi xərcləri yoxdur. Nə filialları, nə minlərlə işçi, nə də depozit sığortası. Yalnız faiz gətirən ehtiyatları və bu faizləri qazanan tokenləri var. Bu ideal biznes modelidir. İnsanlar sizdə pul etibar edir və onları risksiz aktivlərə yatırırsınız və bütün gəliri özünüzə götürürsünüz. USDT sahibləri məzənnə sabitliyindən başqa heç nə əldə etmir. Tether isə milyardlar qazanır. Legallaşdırma. Genius Act 18 iyul 2025-ci il Prezident Donald Trump Genius Act adlı qanunu imzalayır. Bu, ABŞ tarixində stablecoinləri rəsmi olaraq maliyyə sisteminin bir hissəsi kimi tanıyan ilk federal qanundur. Niyə məhz indi? Birinci, lisenziyalaşdırma. İndi stablecoin buraxmaq üçün federal və ya ştat dövləsində lisenziya tələb olunur. İkinci, 100% təminat. Qanun 100% təminat tələb edir. Bir token bərabərdir 1 dollar. Özdə yalnız likvid alətlərdə nağd pul, depozitlər və qısa müddətli xəzinə istiqrazları. Üçüncüsü, şəffaflıq. Emitentlər ehtiyatlar haqqında aylıq hesabatlar dərc etməyə məcburdurlar. Dördüncü, status. Stablecoinlər artıq qiymətli kağızlar hesab edilmir. Onlar investisiya aktivi deyil, ödəniş vasitəsidir. Paradoks ondadır ki, Tether illərdir bu qaydalar olmadan mövcud olub və bazarın ən böyük oyunçusuna çevrilir. Bəs niyə ABŞ hökuməti onu legallaşdırdı? Çünki stablecoinlər dolların hökmranlığını gücləndirir. Dünyada milyonlarla insan dollar saxlamaq istəyir, lakin valyuta nəzarəti, komissiyalar və yavaş köçürmələrlə üzləşir. USDT bu problemi həll edir.
O dolları bankların çata bilmədiyi yerlərə yayır. Qanunun imzalanmasından sonra verilən rəsmi açıqlamalarda deyilib, bu ABŞ xəzinə istiqrazlarına tələbatın artmasına səbəb olacaq və dolların dünya ehtiyat valyutası statusunu gücləndirəcək. Məntiq sadədir. Nə qədər çox stable coin varsa, ABŞ-ın dövlət borcuna o qədər çox tələbat var. Belə çıxır ki, Tether kimi özəl şirkətlər faktiki olaraq ABŞ hökumətinin maliyyələşdirilməsinə kömək edir. Tether dərhal cavab verdi. Biz ABŞ bazarı üçün USDT-nin tənzimləyən versiyası olan USAT-ni işə salırıq. Bu, ayrı şirkət, ayrı ehtiyatlar və Genius Act qanunlarına tam uyğunluq deməkdir. Dünən maliyyə sabitliyi ilə təhdid adlandırılan şirkət bugün sistemin bir hissəsinə çevrilir. Çünki o dəyişdiyi üçün yox, göz ardı edilə bilməyəcək qədər böyük olduğu üçün. Əsas risklər, sistem nə vaxt çökə bilər? Tənqidçilər həmişə bir sual verirlər. Sabah hamı pullarını çıxarmaq istəsə nə olacaq? Bu kapital qaçışı riskidir. 1. Hər kəs öz vəsaitini çıxartmaq istədiyi ssenariyə baxsaq, şayələr başlayır, çaxnaşma yaranır, insanlar kütləvi şəkildə USDT-ni dollara dəyişirlər. Ehtiyatlar əriyir, məzənlər 1 dolların altına düşür və çaxnaşma güclənir. Tether'in ehtiyatları istiqrazlarda, Bitcoin-də və qızıldadır. Hamıya dərhal ödəmək üçün bu aktivləri sürətlə satmaq lazım gələcək. Bəlkə də zərərlə, amma Tether artıq 2022-ci ildə 16 milyard dollarlıq kütləvi çıxarışın öhdəsindən gəlir. Bəs 50 və ya 90 milyard tələb olunarsa, bu sistem tab gətirəcəkmi? Bu sualın cavabı isə yoxdur. İkinci, şəffaflıq riski. Bəli, şirkət hesabatları dərc edir, lakin bu hələ də tam müstəqil audit deyil. Tənqidçilər deyirlər ki, ehtiyatlarının həqiqətən mövcud olduğuna tam əmin olmaq mümkün deyil. Üçüncü, texniki risk. Bütün USDT-lərin yarısından çoxu Tron şəbəkəsinə buraxılır. Əgər bu şəbəkə dayansa və onun qurucusu Costin Sarnaya qarşı sanksiyalar tətbiq olunsa, nə baş verəcək? Tether iddia edir ki, bu halda tokenlər bir şəbəkədə dondurulub, digərinə, məsələn, Ethereum-a yenidən buraxıla bilər. Bəli, bu narahat edicidir, amma kritik bir məsələ deyil. Dördüncü, sistemin riski, ən ciddi risk. Tether dünya stablecoin bazarının təxminən 65%-nə nəzarət edir. Əgər o çöksə, bütün kripto bazar çökəcək. Beynəlxalq valyuta fondu Tether'i maliyyə sabitliyi üçün təhdid adlandırır. Amma paradoks da bundadır. Məhz bu miqyasa görə Tether çökmək üçün çox böyük, yəni too big to fail ola bilər. Əgər şirkətin ciddi problemləri başlasa, nəticələr o qədər geniş miqyasda olacaq ki, tənzimləyicilər ehtimal edir ki, 2008-ci ildə banklarla olduğu kimi müdaxilə etməli olacaq. Gələcəkdə mümkün ola biləcək ssenarilər. Birinci ssenari. Tether o qədər böyüyür ki, onu milliləşdirmək və ya rəsmi maliyyə infrastrukturuna daxil etmək lazım gəlib. O paralel valyuta sisteminə çevrilir. İkinci ssenari. Genius Act yeni oyunçuların yolunu açır. JP Morgan kimi nəhəng banklar öz stablecoinlərini buraxırlar. Eyni zamanda mərkəzi banklar öz rəqəmsal valyutalarını CBDC, yəni rəqəmsal dollar, avro, yuan yaradırlar. Bu halda USDT qeyri-rəsmi bazarlar üçün qalır. Rəsmi bazar isə banklara və dövlətlərə məxsus olur. Ancaq bir nüans var. Dövlət rəqəmsal valyutaları çox güman ki, tam nəzarət altında olacaq. USDT isə azadlıqdır. Heç bir vasitəçi, heç bir sual yoxdur. Milyonlarla insan üçün əsas dəyər məhz bu azadlıqdır. Nəticə olaraq təbii ki, fəlakət ssenarisi də mövcuddur. Maliyyə tarixi nəhənglərin bir neçə gün ərzində çökdüyü nümunələr də doludur. Lakin çox güman ki, reallıq hardasa ortada olacaq. Tether ABŞ-da tənzimlənən versiyalarını idarə edəcək. Qlobal USDT isə dünyanın qalan hissəsi üçün mövcud olmağa davam edəcək. USDT ilə bağlı baş verənlər sadəcə bir şirkətin hekayəsi deyil. Bu real vaxt rejimində aparılan bir təcrübədir və pulların gələcəyini necə dəyişə biləcəyini göstərir. Sizinlə Invest Akademiya idi. Video xoşunuza gəldisə bəyənməyi, kanala abunə olmağı və Telegram kanalımıza qoşulmağı unutmayın. Növbəti videolarda görüşərik.